Salam. Artıq səhər tezdən biz yollandıq. Əşyalarımızla birgə Tokionun mərkəzindəki otelə yerləşdik. Daha sonra isə Ueno parka getdik. Sakuraları yaxından görməyə. Səyahət yoldaşlarımız. Getiniz, sizi sevir. Ətrafda turistlər çox idi. Salam dostlar. Bugün Tokyoda yerləşən Ueno parkdayıq və görürsüz, hal-hazırda burada sakura mövsümüdür. Yaponiyada mart-aprel aylarında sakura mövsümü olur. Biz isə tam sakura çiçəklərinin açdığı vaxtda gəldik parka. Düzdür, insanlar burada çoxdur. Tam şəkildə sakuranı götürə bilmirik, amma əsas odur ki, gəldik və bu mənzərə ilə tanış olduq. Turistlər çox olduğu üçün şəkillər çox çəkdirə bilmədik. Lakin ətrafı doyunca gəzə bildik. Bu gördüyünüz göl Ueno parkının qurtaracağında yerləşirdi. Yaponiyada bir çox turistik yerlər küçə yeməkləri ilə məşhurdur. Qiymətlər normal idi, hətta dönər satan türk dostlarımızı da görürdük. Hava sərin idi və buna görə də biz rahat gəzə bilirdik. Ölkənin olduğu kimi Tokionun da müxtəlif yerlərində bir çox məbədlər vardır və turistlər həm ziyarət məqsədi ilə, həmçinin şəkil çəkdirmək üçün yollanırlar həmin məbədlərə. Yaponiyaya gedərkən arzumuz var idi ki, oradan maraqlı gül toxumları alaq, lakin ölkədə olduqdan sonra gördük ki, qeyri-adi heç bir bitki orada demək olar ki, yoxdur. Əsasən məbədlər və sakura çiçəkləri var və qərara gəldik ki, ən gözəl təbiət elə bizim ölkəmizə məxsusdur. Bu məbədin girişi də Fujimi Inari məbədinə bənzəyir. Burada da gördüyünüz kimi milli geyimlərini geyiniblər və ziyarət eləyirlər. Bu isə muzeydir. Muzeyə buzlu şəkildə biz daxil ola bildik. Dayımız bizi yarı yolda qoyur, bəli. Və yenə başladıq özümüz xəritədən istifadə edərək Tokyo şəhərini addım-addım gəzməyə. İstənilən ölkədə xəritədən istifadə edərək rahatlıqla gəzmək olur. Tokionun gecəsi səs-küylü olsa da, gündüz çox sakit şəhərdir. Addım-addım gəzərək qülləyə tərəf gedirik. Yaponiyada olarkən kilometrlərlə yolu biz piyada gəzirdik. Səyahət yoldaşlarımız bir-birimizi çox sevirik. Addım-addım mərkəz küçələr, ara küçələr, müxtəlif tipli restoranlar, mağazalar gəzdik. Onların dizaynları ilə, qiymətləri ilə, adət-ənənələri ilə yaxından tanış olduq. Bunu vurğulamaq lazımdır ki, Yaponlar yardımsevərdirlər. Həqiqətən biz də orada istənilən anda, nə vaxt ki biz kömək istəyirdik, sual verirdik, yol soruşurduq və s. Hər hansı bir məlumat əldə etmək istəyəndə bizə kömək edirdilər. Və yenə gördüyünüz kimi hər yerdə məbədlər var. Ən məşhur turistik yerlərdən biridir. Burada Yaponlar özlərinə xas milli geyimlər geyinirlər. Məbədlər toplusu olan ərazi Asakusa adlanır. Küçələrdə insanlar vasitəsilə daşınan kiçik faytonlar var.
Tokyo'dan salam. Pazarlıq eləyirik. Çörək, Marketdə bazarı. çoğunlu, Tokyo'nun ortasında. pendir. Bir var vadıdır. Bu olan əsas məsələ. Marketlərdə olan ərzaqları yaxından çəkdik sizin üçün. Bir çox dəniz məhsullarını görürsüz. Biz əsasən burada göbələk növləri ilə rastlaşdıq. Bildiyiniz kimi Yaponiyada buğda bitmədiyi üçün buğda unundan da istifadə olunmur ərzaqlarda. Düyü unundan istifadə olunur. Burada ərzaqlar, yəni ləvazimatlar, meyvələr, tərəvəzlər, bizim tərəvəzlər və meyvələrin nisbətən daha böyükdür və çeşidlər daha çoxdur. Qiymətləri də görürsüz. Göbələklərin daha çox növü var demişdim. Baxın, bu isə ağ çiyələkdir. Daha sonra biz Skytree'yə çatmaq üçün yenə yollandıq. Ancaq çox acımışdıq və nəhayət ki, türk restoranı tapdıq. Dönər 4 manat. Kamasutra Kamitaki. Türk restoranı tapanda biz Çançun çin. hara gəlib, necə gəlib? Yaponiyaya gəlir. Güllə Axı ilə şey- üzbəyüz. Öz tamımızı, ağıstamımızı tapmışıq. İyisindən bildik. Kendi Sənə ürünlərimizin nə yeməyi dedim? Sənə yiyirik. nə dedim? Deyirəm, necə iyi gəlir gülüyə, burnuma qoxu gəlir. Batala gözəl. baxmır qız. Bir də çöndəki günəndə. Pərvanənin Necə hissi Türk restoranından qovuşmaq? Çox sevindik. Nəhayət ağzımız dala gələcək. Ne oldu kızlar? Çox yatacaq. Ne kadar beğendin? İyi buymuş. Qarnımızı doyurduqdan sonra artıq körpüdən keçdik və bu gördüyünüz gözəl mənzərə ilə qarşılaşdıq. Buradan gəmi ilə Yaponiyanın Suna adası olan Odaiba'ya keçid var. Həmçinin qatarla da getmək olur. Hər yerdə olduğu kimi Tokyoda da gecə mənzərəsi çox möhtəşəmdir və gördüyünüz kimi qatarla gəmilər eyni anda hərəkət edir. Və artıq çatmışıq. Aylar keçirirlər, keçir aklım olur. Yadlar gelir, doğma olur, yakın olur. Məhəbbətlərdən ömür nadıl olur. Ey həyat, sən nə qəribəsən. Ey həyat, sən nə qəribəsən. Bir daha salam dostlar. Hal-hazırda Tokyo'nun ən məşhur qülləsi olan Skytree qülləsindəyik. Bu qüllənin hündürlüyü 634 metrdir. Skytree'dən salam. Və Tokyo'da ilk günümüzün sonuna gəldik.